İndi isə sizinlə baxacağıq case when-ə nə zaman istifadə olunur, nə üçün istifadə olunur. Gəlin belə bir nümunə üzərindən götürək. Tutaq ki, sizin müdiriniz yenidən sizdən bir data istəyir. Bu səfər istəyir ki, sizin işçilərin, yəni müdirin işçilərinin belə deyək, maaşını kateqoriyalara görə bölək. Tutaq ki, deyək ki, məsələn, maaşı 10 mindən yuxarı olan işçilər olsun yüksək maaş. 5 mindən yuxarı olanlar olsun orta maaş. Digərləri olsun məsələn aşağı maaş. Bu formada kateqoriyalar üzrə müdir bizdən onu bölməyimizi istəyir. Və biz bu zaman nə edirik? Gəlin ona baxaq. Bizə hansı sütunlar lazımdırsa, hansı data lazımdırsa, təbii ki, onları yazırıq ilk növbədə və biz yazacağıq burada salary kolumunu tutaq ki. Okay. Bu 3 kolumu yazdıq. İndi bizə lazım olan nədir? Biz axı qeyd eləməliyik maaş 10 mindən yuxarı olanlar. Biz bunu necə qeyd eləyirik? Case-dən istifadə edirik ilk növbədə. Case olaraq şərtimizi açdıq, düzdür? İndi mən buna şərt yazmalıyam da. Yazmalıyam ki, salary-si 10 mindən yuxarı və yaxud 10 minə bərabər olan işçiləri mənə yaz aşağı, daha doğrusu yüksək maaş kimi. Bir dəqiqə, okay. Yüksək maaş kimi. Mən tutaq ki, burada yazıram, yenə də eyni şərtə bənzər bir şərt. Böyükdür, bərabərdir 5000 və bu zaman yazacağam maaşı orta maaş olaraq böləcəm işçiləri və daha sonra mən deyirəm ki, yerdə qalan işçilərin hamısı olsun aşağı maaş kimi. Else aşağı maaş yazırıq. Və bu formada biz case, daha doğrusu biz şərtimizi bağlamalıyıq, düzdür? Və şərti bağlayarkən mən sütuna bir ad verməliyəm ki, bu sütun məndə necə adda olsun. Yadınızda saxlayın. Siz burada dırnaq işarəsi tək dırnaqdan istifadə edəcəksiniz. Amma bunu fərqləndirmək üçün cüt dırnaqdan istifadə etmək lazımdır. Çünki siz artıq sütuna ad verirsiniz. Ona görə yazırıq ki, işçilərin maaş kateqoriyaları. Okay, biz sütunumuza da ad verdik. İndi nə edirik? İndi cədvəldən həmin o cədvəlin adını yazmalıyıq ki, məlumatları çıxardaq. İndi gəlin run eləyək, görək bizə nə nəticə verəcək. Aha. Bir dəqiqə. Okay. Nəticə olaraq baxsaz, görərsiniz ki, hər bir işçi aşağı, yüksək, orta maaş olaraq sıralanıb. Və yəni bu çox istifadə olunan bir rapordur. Yəni məsələn Excel-də buna if funksiyası ilə istifadə eləyib yazırlar, amma biz belə deyim, SQL-da case when funksiyalarından istifadə edərək rahatlıqla bunu tapa bilərik. Case when-dən bu qədər idi. Əlavə suallarınız olarsa, şərhlərdə bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.